Millət, gününüz aydın olsun. Allah ölənlərinizə rəhmət eləsin. Anamın bir dənə yaxşı sözü var idi. Həmişə nəsə yüngül hərəkət zad eləyəndə, indi cavanlıq, uşaqlıqda deyək ki, biraz yüngüllük, şıltaqlıq eləyirdik. Anam deyirdi ki, abla sərəkləmə, ağır ol, kişi ağır olar, nə bilim, insan ağır olar, insan hərəkətini bilər. Bilmirəm o sərək sözü hardan gəlib bizim dilimizə, leksikologiyamıza. Çox gözəl sözdür. Həmişə də ona görə hərəkətlərimə çalışıram, fikir verəm. İndi bu millət niyə sərək oldu? Təbii ki, İraq yaxşılarından, İraq özünü idarə edə bilən insanlardan. Biz niyə bu sərəkliyə can atırıq? Biz niyə bu yüngül hərəkətlərə can atırıq? Amma bu gəlib bu çılğın dondurmacıdır, kimdir bilmirəm. Populyar olub Türkiyədə, nə bilim turistlər, nə ora-bura hamı gəlib bundan oynayır. Amma millət, bizim millətə nə düşüb axı? Niyə bu nə mənası var? Hə, düşdün, oynadın, göbəyi başı açıq, nə bilim ora burası açıq. Hə, bir dənə də video çəkdin, paylaşdın öz səhifəndə. Düşdü kəşfiyyətə. Bu populyar oldu. Dondurmacı ilə oynadı. Ha, bütün kişilər buna baxdı. Ha, biraz özünüzü ələ alın da. Allahın da olsun. Özə mən fikir vermişəm ki, laboratoriya sıçanı olur. Hər bir şeyi onun üstündə yoxlayırlar. Elə bil ki, bu xaricdən gələnlər bütün hər bir şeyi Azərbaycan üstündə yoxlayırlar. Ki, görün bu alınar, alınmaz. Ha, vallahi milləti bu qədər yüngül tutmayın ha. Allahın da olsun, nə bilim, nə deyim, hə, oynayın. Sizə qalan o oyun olacaq. Düzdür, insana demək, gülmək, oynamaq, belə şeylər biraz ömrü də uzadan bir şeydir. Yəni bu şən əhval-ruhiyyə. Amma bu yüngüllükdür, vallahi deyirəm. Anam demiş, elə sərəklikdir, vallahi deyirəm. Olmaz, bizim xalq sərək xalq deyil axı. Niyə xalqı bu günə qoyursunuz ki? Hə, düşdünüz, oynadınız, hə, nə olsun? Hə, nə verdilər? Bax sizə nə verdilər? Hə, tanındınız. Hə, cəmaət də yığılır ora bir video çəkir. Vallahi deyirəm, özə bir dənə bir şey deyim sizə. O vaxt bir bərbər var idi. İndi söhbət Gürcüstandan getmir. Əslən Gürcüstanlı idi. Baxdı qadın parikmaxer idi də. Gördü ki, buna iş yoxdur da, hara gedir iş yoxdur. Getdi biraz türk dilini öyrəndi. Getdi şəhərin mərkəzində. Dedi ki, mən türkəm. Başladı türk dilində danışdı. Baxdı ki, nəsə bir dəyişiklik var bunun işində. İndi elə can atırlar bu Türkiyədən gələnlərə. Düz deyir, Türk qardaş ölkəyi. Amma bu qədər də yox da. Bu qədər də özünüzü açıb buraxırsınız. Türkiyə vətəndaşı görən kimi özünüzü açıb buraxırsınız. Ümumiyyətlə tək Türkiyə vətəndaşı yox ha. Əcnəbi görən kimi. Vallahi deyirəm, onu bizimki eləsə heç kim gəlib onun qabağında oynamaz. And olsun Allah. Bu deməli Türkiyəlidirsə, deməli əcnəbidirsə, digər bir vətəndaşdırsa, demək bunun qarşısında hər bir şey eləmək olar da. Vallahi nə bileyim, Allah sərək olmayanlarımızı qorusun. Allah özünü idarə edə bilən xanımlarımızı qorusun. Yüngül yox, ağır təbiətli xanımlarımızı qorusun. Hər şeyin öz yeri var. Yəni bizim xalqa sevinç yaraşır, bizim xalqa deyib gülmək, şadyanalıq yaraşır. Amma daha bu qədər də yox da. Allah dövlətimizi, xalqımızı qorusun. Mən xəstəlik tapmasam yaxşıdır. Var olun Azərbaycan xalqı, var olun.